Salam, diqqət mərkəzinə baxırsınız. Qərb dünyası parçalanacaq. NATO'nun iflası, Avropa Birləşmiş Ştatlara qarşı birləşməlidir. Bunlar dünya mediasının bu günlərdə verdiyi başlıqlardır. Səbəb Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Qrinlandiyanın Danimarkadan ayrılaraq Birləşmiş Ştatlara birləşdirilməsi təşəbbüsü və bu istiqamətdə işləmək hazırlığıdır. Danimarka və Avropa ölkələri Qrinlandiyanın satılmadığını bəyan edir. Trump isə bu müqavimətə görə fevraldan Avropa dövlətlərinə qarşı 10% ticarət rüsumu tətbiq edəcəyini açıqlayıb. Amerika mərkəzli dünya, Pax Americana'nın qurucuları olan Birləşmiş Ştatlar prezidentləri Franklin Delano Roosevelt və Harry Truman necə deyərlər, indi qəbirdə fırlanırlar. Amma fakt-faktlığında qalır. Bizim gözümüz önündə illərlə formalaşmış kollektiv qərb sistemi dağılır və bu proses yeni dünya düzeninin formalaşmasının tərkib hissəsi adlandırılır. Qrinlandiya Trump üçün niyə belə vacibdir? NATO üzrə ənənəvi tərəfdaşlığın axırı necə olacaq? Kollektiv qərb dağılarsa onun yerini nə tutacaq? Bu mövzuları bugün diqqət mərkəzində müzakirə edəcəyik və studiyamızın qonaqlarını sizə təqdim edirəm. Millət vəkilləri Rasim Musabəyov, Rizvan Nəbiyev, Elkin Qədirli və Sevil Mikailova. Axşamınız xeyir, hörmətli qonaqlar. Rasim bəy, Trump'ın Qrinlandiya iddiaları artıq bir həftədir ki, dünya siyasətini çalxalayır. Hətta İran mövzusunda kənara itələyib, Rusiya-Ukrayna müharibəsi də arxa plana keçib. Bütün dünya Qrinlandiyanın Birləşmiş Ştatlara birləşdirilməsindən danışır. Nə üçün Trump Qrinlandiyanı özünə birləşdirmək istəyir, Birləşmiş Ştatlara? Təkcə Qrinlandiyanı yox, o boyda Kanadanı da 51-ci ştat kimi birləşdirməyə hazırlaşırdı. Ayrı iddiaları da mövcuddur. Yəni, biz müşahidə edirik ki, yeni dünya düzəni formalaşır. Və indi Trump'ın elə bil ki, o prosesdə əvvəl nəyisə dağıdmalısan, sirkələməlisən ki, o təzəsi də formalaşa bilsin də. Trump demək olar ki, o pis oğlan kimi hər şeyi sirkələməyə başlayıb. Əslində, Qrinlandiyanın ABŞ-ın müdafiəsi üçün böyük əhəmiyyəti var. Bu, obyektiv bir məsələdir. Ancaq onun o təklif elədiyi şəkildə ki, bu məsələlərin həllini istəyir, onlar əslində bir ənənə var. Avropada formalaşıb. Onlar da indi əsas kimi İkinci Dünya müharibəsindən sonra formalaşmış hüquq sistemində, beynəlxalq hüquq sistemində fəaliyyət göstərirlər. Və belə ki, mən bunu özümə qatmaq istəyirəm. Və gəlin, ya qiymətin deyin ki, məqbul olsun, ya da mən heç soruşmadan bunu edəcəm. Əslində, bunu mahiyyətcə müzakirə etməyə hazırdırlar. Ancaq forma görə qəbul etmək mümkün deyil. Və biz paradoksal bir vəziyyəti müşahidə edirik. İndi nə dərəcədə mümkün olacaq bu düyünləri açmağa, mənə elə gəlir ki, sonraki hadisələr bunu göstərəcək. Rizvan müəllim, siz necə fikirləşirsiniz? Trump Qrinlandiyada nə axtarır? Bilirsiniz, əslində Amerikanlar hələ 41-ci ildən Qrinlandiyada ilk bazalarını yaratdılar, 2-ci Dünya müharibəsi vaxtı. 51-ci ildə də saziş imzaladılar Danimarka ilə və orada da bir ekskluziv hüquq var ki, Birləşmiş Ştatlar bu sazişə istənilən düzəliş eləyə bilər. Və bundan sonra hardasa bir müəyyən müddət keçəndən sonra onlar oradakı konsulluğu da bağladılar və Qrinlandiya belə bir siyasi aktuallıq kəsb eləmirdi. Baxmayaraq ki, bugün də onların orada bir hərbi bazası var, 120 nəfərlik və bu hərbi baza əvvəl Hərbi Hava Qüvvələrinin müdafiə bazası TÜL. Sonra 2023-cü ildə onu dəyişdilər. İndi o Pitufik kosmik tədqiqatlar bazasıdır. Bir 700 nəfər də sivil insanlar işləyir müxtəlif ölkələrdən. Amma bir məsələdə həqiqət var ki, Qrinlandiyanın şərq sahili 44 min kilometr uzunluğundadır və Birləşmiş Ştatların deməli, o təhlükəsizliyin hazırki dövrdə təminində müəyyən təhdidlər gələ bilər. Yəni, bu deməkdir ki, aktual təhdidlər, amma bunu görürlər. 2030-dan sonra bunun aktuallaşacağı bildirilir. Bu təhdid göz önündədir. Çünki oradakı sistem və hazırki mövcudiyyət tam müdafiə üçün imkan vermir. Amma bu demək deyil ki, bu hərbi strateji əhəmiyyət hökmən həmin ərazinin ilhaqı mənasına gəlsin. Digər faktorları var. Mən sadəcə onu sadalayayım, sonra veriliş boyu dərinliyinə getmək olar. Buzların əriməsi və yeni strateji yolun açılması. Buna buzlu deməli
İpək yolu da deyirlər və yaxud da qütb İpək yolu. Hansı ki, bu Çinə, uzaq şərqdə olan digər ölkələrə imkan verir ki, 40% resurslara qənaət eləməklə zaman və s. gəlib Avropaya çıxsınlar. Üçüncü orada malik olan resurslardır. Bunu da bu və ya digər şəkildə müzakirə eləmək olar. Dördüncü isə geosiyasi maraqlardır. Çinin, Rusiyanın aktuallaşması və buna cavab olaraq Avropanın Birləşmiş Ştatların nöqteyi nəzərindən aktiv cavab verməməsi və yaxud da ki, cavabların tutarlı olmaması, ona görə də Birləşmiş Ştatların bütün bunları nəzərə alaraq Qrenlandiyanın ilhaqı məsələsini gündəmə gətirib. Beşinci də qaldı da. Donald Trump'ın şəxsi iddiası və şovmenliyi budur. Ekmən, buyurun, sizin fikriniz. Məncə həmkarlar yetərincə hər şeyi dedilər. Mən təbii ki, ilk öncə hər şeyi bu geosiyasi məsələləri önə qoyardım. Bütün bu sadalanan deməli hədəflərin arasında. Çünki iqtisadi, ticari onlar təbii ki önəmlidir, amma daha önündə gələn müdafiədir, təhlükəsizlikdir və Amerika ilk dəfə deyil əslində Qrenlandiyanı Danimarkadan almaq istəyini bildirir. İndi Trump birinci dönəmində də bunu etmişdi. Amma Trump'dan xeyli əvvəl Truman onu o vaxtın pulu ilə 100 milyon qızıl müqabilində Qrenlandiyanı almaq istəmişdi. Özdə Qrenlandiyanın o zamanki statusu daha zəif idi. Qrenlandiya onda hələ müstəmləkə idi. Ondan sonra BMT xüsusi qətnaməsi də oldu baş məclisin. Onu non-self-governed territory, yəni özünü idarə etməyən ərazi o vaxt artıq müstəmləkə sözünü siyasi baxımdan uyğun saymadıqlarına görə elə işlətdilər. Qrenlandiyada muxtariyyət və hətta müstəqillik iddiaları artmağa başladı. Ondan sonra yerli referendum da keçirdilər. Danimarka məcbur oldu, yanılmırsa 2009-cu ildə xüsusi bir qanun da qəbul elədi. Onların özlərini idarə etməsi ilə bağlı xarici siyasət, müdafiə, təhlükəsizlik və pul siyasətindən başqa hər bütün məsələlərdə qanunla onlar müstəqil sayılırlar, hökumətləri, parlamentləri var. Hətta orada çox maraqlıdır ki, heç bir dövlət öz ərazisi ilə bağlı xüsusi olaraq belə bir qeyd də qoymur, amma özünün müqəddəratını həll etmək hüququ da orada tanınır. Onlar o baxımdan beynəlxalq hüququn anlamına görə xalq sayılırlar. Çünki normalda ərazinin, hansısa bir dövlətin ərazidə yaşayan əhali, hətta etnik, dini və ya başqa səbəb meyarlara görə əhalinin əksəriyyətindən fərqli olan əhali beynəlxalq hüquqa görə xalq sayılmır. Onlar etnik azlıqdır. Danimarka buna da getməli oldu. Onlar beynəlxalq hüquq anlamında xalq sayılırlar, öz müqəddəratını təyin etmək hüququ. Təbii ki, Danimarka ilə razılaşdırmaq şərti ilə. Ki bu əslində Qrenlandiyada daha çox dildə, amma Farer adaları da var. O da Danimarkanındır. Keçmiş müstəmləkəsidir. O da indi bax o belə aralıq bir statusdur. Farer adalarında 2 dəfə referendum olub müstəqilliklə bağlı. Danimarka razılaşmayıb da gerçəkləşmədi. Ona görə Qrenlandiyaya iddialar və Qrenlandiyanın statusunun mübarizələnmə cəhdləri olub. Norveç də əslində Amerikadan daha öncə belə bir iddiada bulundu. Hətta beynəlxalq məhkəməyə qədər çıxdılar. 1933-cü ildə o vaxt Millətlər Liqanın nəzdində olan daimi beynəlxalq ədalət məhkəməsi belə adlanırdı. Çünki Norveçlə Danimarka uzun əsrlər boyu vahid dövlət olublar. Bir krallıqda olublar. Sonra ayrılanda Norveç də Danimarka da eyni zamanda Qrenlandiya iddia elədilər. Amma beynəlxalq məhkəmə o zaman Danimarkanın xeyrinə qərar verdi. Ayrıca da Norveç ilə Danimarkanın arasında belə bir sanki qarşılıqlı tanıma baş verdi. Danimarka Spitsbergen adasından imtina elədi. Norveç də Qrenlandiyadan. Amma Norveçin özünün aşırı sağ millətçi qüvvələri, onlar belə hərdən bir belə şeyləri yada salırlar ki, o vaxt hökumət əslində legitim addım atmayıb, ora bizim də ərazimiz sayıla bilər və s. Yəni ki, Qrenlandiya həqiqətən indi bütün diqqət Amerikadadır. Amma elə bilinməsin ki, burada yalnız Trump'ın xasiyyəti, şıltaqlığı və yaxud şey hesabına. Orada oradan da çox geopolitik baxımdan strateji yerdir. Rızvan bəy dediyi kimi tamamilə doğru. Bu özlüyündə oranı gəlib öz başına tutmaq, oranın indiki suveren dövlətin razılığını almadan orada yerləşmək
Aslında təbii ki, beynəlxalq hüquqa da tamamilə ziddir və bu işğal sayılacaq. Amma Danimarkanın o bölgədə mübahisəli əraziləri olub və bəziləri var. O cümlədən Amerikaya güzəştə getdiyi indi Virgin Islands, Karib adalarında o indi Amerikanın ərazisidir, amma non-integrated territoriyadır, yəni ştat deyil. Halbuki Amerikanın ərazisidir. Kanada'dan bu yaxınlara qədər orada bir ada var, Hans adasıdır. Uzun illər mübahisəli olublar. Düzdür, orada heç kəs yaşamayıb deyə konkret bir münaqişə çıxmadı, amma çox ciddi bir mübahisə idi o. Sonradan düzdür, biraz komik səhnələrlə də davam etdi. Orada bayraq gətirdilər və də bir qutu viski. Kanadalılar gətirirdilər, bir qutu viski qoyurdular. Danimarkalılar gəlirdi, götürüb onu içirdilər. Sonra öz bayraqlarını sancıb öz viskilərini qoyurdular. Komik bir şey yaşanırdı. Amma sonradan anlaşdılar, böldülər o adanı. Danimarka ilə Kanadanın hətta quru ərazisi də var. İndi Trump bütün bunları, indi özü yaxud məsləhət verənləri, aydın məsələdir, bütün bunları boş yerdən eləmir. Yəni bunun cəhdləri olub, alınmayıb. İndi bu biraz daha aqressiv, beynəlxalq hüquqa hörmətsizlik dərəcəsinə gətirib çıxararaq həmin o köhnə iddiaları və yaxud tələbləri irəli sürür. Seyxan, İlkin müəllim Norveçin adını çəkdi. Bu gün Trumpın Norveçin baş nazirinə məktubu yayıldı. Məktubda deyilir ki, mən 8 müharibə dayandırdım, amma Norveçdə yerləşən Nobel komitəsi mənə sülh mükafatını vermədi və ona görə indi müharibələri dayandırmaq üzərində düşünmürəm. Mən hesab edirəm ki, NATO'nun, Avropanın Birləşmiş Ştatlara borcları qaytarmaq vaxtıdır. Grenlandiyanı mən götürəcəm. Təxminən belə bir məktub məzmundur. Yəni, az əvvəl İlkin müəllim söylədiyi viski bayraq. Bu viski bayraqdan daha irəli gedə biləcək bir məktubdur. Necə hesab edirsiniz? Hadisələr necə inkişaf edəcək? Çünki Avropa sadəcə olaraq, biz Azərbaycanda gözəl söz var, mat məətəl qalıb. Məsələ burasındadır ki, bu dəfə Trump həqiqətən də çox iddialı görsənir və çox ciddi görsənir Qrenlandiya arzusunda və düşünürəm ki, onun geriyə çəkilmək fikri də olmayacaqdır. İndi az əvvəl biz Erkin müəllim qeyd etdi, əslində tarixini Qrenlandiyanın. Bizdə bir misal var, oğrudan oğruya halaldır. İndi götürən işğalçıdan da işğalçıya halaldır. Əslində Qrenlandiya heç Danimarkanın da deyil. Yəni əgər onun hüquqi statusuna baxanda və biz qeyd etdik onun hüquqi statusu əksində BMT tərəfindən də hansı formada tanınmışdı. İndi məsələ burasındadır ki, Birləşmiş Ştatlar ayrı bir yolla da getməyə planlaşdırır. Qrenlandiya əhalisi arasında artıq onlar sosial sorğu keçirdiblər və Qrenlandiyanın müstəqilliyi məsələsini gündəmə gətiriblər. Əgər bu məsələdə irəliyə gedə bilsələr, yəni əgər biz dediyimiz o beynəlxalq hüquqa ziddir və yaxud da ki, Dünya Birləşmiş Millətlər Təşkilatı bugün işğalı qəbul etməyəcəkdir. Yəni biz bunu hansı istiqamətə də çevirsək, bu işğal faktıdır. Əgər Trump Qrenlandiyanı almaq istəyirsə, yəni pul da təklif ediblər, bunlar gizlətmirlər. Hətta J.D. Vance da bunu qeyd edir ki, biz diplomatik yollarla aparmışıq, danışıqlar Danimarka ilə və onlara pul da təklif etmişik, ayrı məsələləri də təklif etmişik, ancaq onlar razılaşmırlar, amma biz yəni yolumuzdan da geriyə dönməyəcəyik. Əslində Qrenlandiyanın bəli, orada bir strateji əhəmiyyətini qeyd etdik, amma Qrenlandiyanın iqtisadi potensialı da kifayət qədər. Baxmayaraq ki, buzlaq ərazidir. Bəli, burada belə deyək, məskunlaşma aşağı səviyyədədir, şimal hissəsində ümumiyyətlə heç kim yaşamır, amma indi hal-hazırda onun neft rezervləri təkcə 110 milyard barel həcmində dəyərləndi. Bu kifayət qədər böyük rəqəmdir. Mən məsələn müqayisə etsək, Venezuela 303 milyard bareldir. Onun potensialı Səudiyyə Ərəbistanı, o da dünyanın aparıcı neft istehsalçısıdır, 267 milyard barel həcmindədir. Yəni bunu əgər müqayisə daxilində götürsək, kifayət qədər böyükdür rəqəm olaraq. İkinci məsələ, orada uran yataqları var. Bugün dünyanın bu xammala çox böyük ehtiyacı var və Birləşmiş Ştatlar bunu açıq şəkildə də bildirir ki, yəni bu potensialdan istifadə eləyə bilərlər. Və digər bir məsələ, artıq geosiyasi anlamda Trump Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarının ərazisi olmasa, çox belə deyək, böyük bir problemlə rastlaşacağını da bəyan edib. O indi Rusiya
Rusiya və Çinin Qrenlandiyaya yiyələnmək kimi arzusunun olduğunu da bir versiya kimi ortaya atıbdır və Avropanı da bununla təhdid eləyir ki, geriyə çəkilsə, yəni Çin və yaxud da ki, Rusiya alacaq. Yəni bu doğrudur, doğru deyil. Bunun sətiraltı mənası nədən ibarətdir? Onsuz da bugün Avropa özü təhdidlərlə üz-üzədir. Rusiya-Ukrayna müharibəsində yəni geriləməyə məcbur qalıbdır və Birləşmiş Ştatlar da artıq kömək etməyəcəyini bəyan edib və hətta NATO-dan da yəni maliyyələşdirmək məsələsində yəni öz rolunu kiçiltməyə hazırlaşır. Belə olan təqdirdə bu artıq açıq hücumdur Avropa Birliyinə qarşı. Bəli, bugün bir sıra dövlətlər çıxıblar ki, Qrenlandiyanın müstəqilliyini qarşı çıxırlar və Danimarkanın hüquqlarını tanıyırlar. Bunu birbaşa təhdid kimi, bunu işğal kimi dəyərləndirirlər. Amma heç Trump administrasiyası bununla bağlı narahatlıq da keçirtmir və sizin söylədiyiniz Norveçə yazdığı məktubunda da bunu qeyd edib ki, mən artıq sülh yox, müharibə yolunu seçirəm. Yəni bu da sətiraltı deyil, birbaşa yazılmış məktubdur. Qrenlandiya heç Avropa Birliyinə daxil deyil. Yəni 85-də çıxıbdır. Danimarka orada xüsusi həm də qeyd şərt eləyib bütün müqavilələrində ki, Qrenlandiya Avropa Birliyinə aidiyyəti yoxdur. Raslan, Sadəcə onda Danimarkadan çıxır. nə axtarır Trump? Yəni Rusiya və Çin Qrenlandiyanı işğal edə bilər və bu Amerikanın təhlükəsizliyinə təhdid olacaq. Daha çox bu işləyir, yoxsa Sevil xanım qeyd elədiyi kimi neftdən əlavə orada nadir tapılan metallar da var. Gələcəkdə Rezvan müəllimin dediyi kimi qütb yolunun açılması perspektivi. Hardadır bax bunun məqsədi, yəni daha çox? Düşünürəm ki, birinci növbədə təhlükəsizlik məsələləridir. Yəni xəritəyə baxsaq görərik ki, Rusiyanın sualtı gəmiləri, hansılar ki, nüvə başlığı daşıyan raketlarlandır. Onun bir böyük bazası Kamçatkadadır və oradan Sakit Okeandan elə bil ki, ABŞ üçün təhlükə yarada bilər. Ona qarşı Alyaskada demək olar ki, raket əleyhinə müdafiə sistemi qurulub. Ancaq ikinci hücum tərəfi Murmanskda onların eyni donanması, sualtı donanması raket nüvə başlıqları ilə Murmanskdan qərb tərəfdən gəlir. Ona görə bunlar istəyirlər iki tərəfdən Amerikanı hücumdan bağlamağa və belə olan o qərbdən gələn hissəni gərək Qrenlandiyada qarışıq formalaşmalıdır. Ancaq mən düşünmürəm ki, indi hədələr səsləndirir Trump. Müharibə səviyyəsinə gəlmək üçün buna Konqresin icazəsi olmalıdır. Və Konqresdə isə, yəni konqresmenlərlə, senatorlarla danışıq aparanda heç də Trumpın bu iddialarına dəstək vermirlər. O biri tərəfdən isə aneksiyanı həyata keçirmək üçün o da gərək Konqresdən keçməlidir. O tək başına Qrenlandiyanın aneksiyasını indi elan etsə belə onun qanuni heç bir hüququ yoxdur. Onu da Konqresdən savayı edə bilməz, Konqres buna getmək fikrində deyil. Ancaq bir yol da var ki, təbii, yəni Qrenlandiya öz müstəqilliyini elan etdiyi halda və indi müəyyən hansı bir o əhali üçün müsbət, lap söhbət gedir ki, $10,000 az qala hər il ya da birbaşa $100,000 hər adam başına bunlar pul təklif edirlər ki, ABŞ-la, ABŞ-ın tərkibinə yox, assosiativ ABŞ-la müqavilə əsasında bir ittifaq olsun. Marshall adaları var, bir neçə ABŞ-ın nəzərində olan bu cür ərazilər mövcuddur. Və bu şəkildə bu məsələ öz həllini tapa bilər. O ki, qaldı təbii ehtiyatlara. Axı, söhbət nəsə var, tutalım orada. Axı, onun istismar xərcləri ortalığa çıxır və məlum olur ki, o dərəcədə bunlar hamısı bahadır ki və ekoloji təhlükələr var ki, heç kəs yaxın durmaq istəmir axı o ehtiyatlara. Ona görə düşünmürəm ki, bugün gündəlikdə o Qrenlandiyanın hansı bir təbii sərvətləri elə də əhəmiyyətli olsun. Ancaq bir məsələ də var, onu gərək Erkindən soruşmalıyam. Qrenlandiya ərazisi 2 milyondan çoxdur. 2,1 milyon kvadrat kilometr. Orada yaşayan, yəni yaşayış məntəqələri, yəni hansı bir iqtisadi fəaliyyətlə istifadə olunan ərazi heç o Qrenlandiyanın 1%-ni də təşkil etmir. Nə dərəcədə o 1%-a gəlib kimlərsə yerləşməyi əsas verir bütün o 2 milyona iddialı olmaq. Yəni Trump deyir ki, yəni bir dənə indi gəlib orada lotka gəlib ora
Hansı bir Elə adam- Norveçin Danimarka ilə 33-cü ildə Hə, davası də, o idi. belə olub da. Çünki o Norveç də demişdi ki, axı Norveç məskunlaşması var idi Qırlandiyanın deməli şərqində. Nə qədər orada kəndləri vardı, falanları vardı, Norveçlilər. Bilirəm, sonra 200 il heç kəs yaşamadı. Özü deyirlər ki, bizimkilər sizdən də çoxdur belə Erik baxanda. Rüji gəlmişdi oraya. Yəni ki, o çox haqlı buyurdunuz. O iddia var idi Norveçin Danimarkaya qarşı ərazi iddiası o Qrenlandiya üzərində. Həm də buna görə idi. Amma onda beynəlxalq məhkəmə Danimarkanın tərəfində. Yəni 60 min yaxın adam yaşayır da. adada. 56 min. 56 min adam yaşayır və o 56 min adam adanın 1%-ində 1% yaşayır. və deyir onda bütün 99-a iddianı Yeri üçün gəlmişkən- və bu baxımdan Trump deyir ki, mənim də ora iddiam ola bilər. Yanılmıramsa 51-ci ildə orada bax o özünü idarə etməyən ərazi kimi deməli elan olundu. Danimarka tərəfindən və BMT-nin baş məclisində xüsusi qətnamə də keçirildi ki, orada əhalinin rəyi soruşulmalıdır. Referendum keçirdilər. 75% Danimarka ilə birləşmənin, daha sonra Danimarkanın ərazisi kimi qalmasın lehinə səs verdi. Amma orada sonradan çox mübahisələndirmə cəhdləri oldu yerli əhali tərəfindən, o Inuitlər tərəfindən. Çünki orada iddia olunurdu ki, onlar təmsil olunmamışdılar, onların seçki hüquqları o zaman. Çünki onlar vətəndaş deyildilər. Müstəmləkə idi axı ora. Orada ancaq Danimarka vətəndaşı olanlar səs verdilər. Onlar dedilər ki, onların səs verməsi əslində bizi təmsil etmir. BMT baş məclisi əlavə olaraq bir dənə də qətnamə qəbul olundu, amma heç icra olunmadı. Yəni orada əslində yenə deyirəm Danimarkanın Qırlandiya üzərində suverenlik hüquqları da asan başa gəlməyib. Mübahisə predmeti ola bilər. Bəli. Rizvan Rasim həm söylədi, Elkim həm söylədi. Yəni bu bir tarixə baxdıq. Amerika necə Amerika olubsa bir 100 il bundan əvvəl həmin Amerikadır. Rusiya necə bir Rusiya olubsa təxminən bir 70-80 il bundan əvvəl həmin Rusiyadır. Qrenlandiya adası da yerindən tərpənməyib də. Həmin yerdə necə var elə də qalıb. Niyə görə Trump məhz indi xatırladı ki, bizə təhlükə yaranır Rusiya və Çin tərəfindən. Yəni soyuq müharibənin ən dəhşətli illərində Kuba raket böhranı dövründə barmaq nüvə raketin üstündə olanda bu yada salınmırdı, amma indi yada düşdü. Biz əgər olan analitik yazılara baxsaq, bu belədir, belə deyil, bunu mübahisələndirmək olar, amma o tədqiqat institutları nəyi bildirirlər? Ki, 2030-cu ildən sonra xüsusilə Çinin aktiv siyasəti Birləşmiş Ştatlar üçün təhlükədir. O cümlədən Rusiya Federasiyasının. Baxmayaraq ki, Rusiya Federasiyası həmişə Arktikaya çıxışı olub, Şimal Buzlu okeanına və davamlı orada olub, soyuq müharibə dövründə də, SSR dağılandan sonra indi də, amma birbaşa təhdid olmayıb. Eyni zamanda orada qılınc da oynadıb, çünki onun ərazi suları və s. da bu şəraiti yaradıb. Çinlə bağlı vəziyyət biraz fərqlidir. Deməli, 2013-cü ildə Çin elan elədi özünün kəmər və yol siyasətini. Bu quru yol Orta Asiyadan keçir, aydındır. Amma paralel, deməli, Çinin dövlət başçısı Xi Jinping elan elədi ki, biz həm də qütb dövlətiyik və oradakı resurslara bizim çıxışımız olmalıdır və bizim maraqlarımız lazımınca təmin olunmalıdır. Bu elan olundu və bunun ardınca onlar müraciət elədilər Arktika Şurasına. Arktika Şurasında orada olan dövlətlərdə İsveç, Norveç, Danimarka, Birləşmiş Ştatlar, Kanada və s. və onlar orada müşahidəçi status aldılar. Bu belə olandan sonra deməli orada bir kompromis yaratdılar. Sonra Yaponiya da daxil oldu, Cənubi Koreya və s. amma fakt vaxtında qalır ki, Çin gəldi ora. Deməli Nukdan sonra onların ikinci bir şəhəri var. Orada aeroportun tikintisi ilə bağlı bunlar daxil olurlar və istədilər ki, böyük bir aeroport içində təkcə mülki məqsədlər üçün yox. 2018-ci ildə Kanada, deməli Danimarka bunun qarşısını aldı. O vaxt ki, baş nazir gəldi və Çin şirkətini, hansı ki, o həm də Çinin... Yox, Danimarka icazəsini əvvəl vermişdi, sonra ABŞ-ın təkidi nəticəsində geriyə çəkdi. Baxmayaraq ki, o short list deyirlər ki, Çin şirkəti oraya daxil olmuşdu və 1 milyarda qədər o infrastruktur üçün hətta planlayırdılar. Bundan sonra deməli Çin o layihədən geri çəkilsə də ümumi qalır və necə əsaslandırır? Deməli, buzlaqların əriməsi 2030-cu ildən daha sürətlə gedir və həm olan resurslara, baxmayaraq ki, indi çox bahadır, o giriş imkanları genişlənir, ticarət yolu məsələsi aktivləşir və bundan çıxış edərək deməli, Çinin orada bir mövqe tutmaq, indi buna qədər dominant olub-olmayacağı sual doğura bilər, amma bu məsələ var. Və Birləşmiş Ştatlar, o təklif olunan variantlar ki var, Avropa İttifaqı ərazisi olmasa da bu NATO ərazisidir. Və orada əlavə hərbi bazalar yarada bilər, öz müdafiəsi məqsədində. Amma Trump bunların heç birini qəbul eləmir. Trump yalnız aneksiya yolunu bildirir və bunu da Amerikanın tarixində çox maraqlıdır. Bilirsiniz ki, Floridanı bunlar İspaniyadan alıblar
nə bilim Luiziyana Luiziyana, Fransada, Rusiyadan Alyaskanı alıblar və hətta Jackson 1830-32-ci ildə onların prezidenti Qreylandiyanı almaq istəyib, alınmıyor bu məsələ. Virgin Island dedim axı, onların da Danimarkadan alıblar. Amma Qreylandiyanı ələ keçirmə imkanı olmuyor. Deməli, hardasa Trump o Monroe doktrinasına əgər 1823-ci ildə necə deyirlər, yenidən qüvvəyə salırsa, işə salırsa, bu nöqteyi nəzərdən həmin məsələni də o mega layihəsi çərçivəsində reallaşdırmaq istəyir. Bax, deməli, Birləşmiş Ştatların bir də Rusiya ilə bağlı gündəmə gətirdiyi məsələ ki, bu gün tək Ukrayna yox da, yəni Ukraynadan sonra Rusiyanın orada aktivləşməsinə qarşı Avropanın resursları yoxdur. Xüsusilə Qreylandiyanı yalnız mən müdafiə edə bilərəm. Amma onda sual doğur ki, doğrudan mı Rusiya belə bir aqressiv yanaşmanı ortaya qoyur? Yəni, suallar var. Təklif olunan variant o idi ki, Frederiksenlə baş nazir Danimarkanın xariclər naziri getdi, əli ətəyindən aşağı geri qayıtdılar. Heç bir kompromis varianta gələ bilmədilər. İndi iyulun əvvəlinə qədər vaxt qoyulub ki, o 8 dövlətə qarşı da tarif siyasəti və s. geri çəkilməsəniz, o Norveçə yazdığı məktubdakı kimi də mən həmin ərazini birləşdirirəm. Bu isə artıq başqa məsələlərə yol açır. Danimarka nümayəndə heyəti Davosda iştirak eləməyəcək. Davos forumunda Danimarkanın baş nazirinin Birləşmiş Ştatlar nümayəndələri ilə üz-üzə gəlmə ehtimalı var idi. Bu olmayacaq. Amma digər Avropa dövlətləri Davosda olacaq və Avropanın reaksiyasını Donald Trump'ın bu iddiasına necə dəyərləndirirsiniz? Yəni, samballı cavab verə bilir, yoxsa necə? Samballı cavabı Sülh Şurasıdır. Yəni artıq, yəni bundan əvvəl NATO-dan çıxmağı ilə bağlı tezislərdən çıxış eləyirdisə, indi artıq BMT-nin də gücsüz olduğunu bəyan eləyir və Sülh Şurası yaradır. Özü ona rəhbər olacaq. Dost ölkələri isə müttəfiq hesab elədiyi ölkələri dəvət edir. Yəni onların öz istəyi ilə yox, dəvətlə qəbul edəcəyini bildiribdir. Orada fond formalaşdırır. Özü ödənişli əsaslarla da. Bəli, 1 milyard dollar ödəniş etmək lazımdır və bu o deməkdir ki, güclülərin klubunu yaradacaq. Yəni bundan əvvəl biz dəfələrlə deyirik ki, beynəlxalq hüquq artıq güc amilinə məğlub olur. Yəni Trump bunu legallaşdırır hətta bu təşkilatı yaratmaqla, Sülh Şurasını. Yəni artıq bundan sonra qoy Avropa dövlətləri özləri seçim etsinlər. Onlar kimin yanındadırlar, onların gələcəyi necə olacaq. Amma Trump'ın iyunun 1-dən sonra tariflər tətbiq etməsi bu artıq daha realdır. Yəni bundan əvvəl də, yəni hakimiyyətə gələndə də bu tarif siyasətini irəliyə aparırdı. Bugün artıq Avropa ölkələrinin iqtisadiyyatında geriləmələrin olması da Trump'ın mövqeyini möhkəmləndirir. Artıq Almaniyanın iqtisadiyyatında geriləmələr var. Fransanın iqtisadiyyatı da o qədər ümidverici deyil inkişaf baxımından. Yəni rəqəmlər hər halda bunu deməyə əsas yaradır. Ona görə də Trump düşünür ki, elə bir tarixi şərait yetişib ki, o irəliyə gedə bilər. O ki qaldı, məsələn, sırf təhlükəsizliklə bağlı olmasına mən düşünmürəm ki, sırf təhlükəsizliklə ona lazımdır bu ərazi. Çünki orada bazası var idi. Danimarka vasitəsilə NATO-nun müttəfiqi kimi işləyə bilərdilər. Sadəcə bu... Qızıl adı nədir? Qızıl qübbə. Qübbə yaratmaq istəyir orada. O da təxminən 1 trilyona qədər pul tələb edir. Deyir ki, mən gəlib kiməsə məxsus olan adada 1 trilyon dollar xərcləmək iqtidarında deyiləm. O gərək mənim olmalıdır ki, mən o xərcləri edim və Amerikanı müdafiə edim. Məsələ də elə bu mənim olsundan gedir. Yəni sadəcə olaraq bu ərazini genişləndirmək arzusudur. Amma onu bu və digər, yəni həmin qübbəni elə İsraildə də onlar yaratmışdılar yaxın şərq üçün. Yəni bunu ayrı bir formada həll etmək olardı. Sadəcə olaraq Birləşmiş Ştatlar bu ərazini istəyir və 150 ildir ki, onun üzərində mübarizə aparırlar. Bu nə dünənin, nə bu əsrin işidir və nə keçən əsrin işidir və görünür ki, bu şəraitdə Trump özünü sözün bütün anlamlarında Amerikanın qəhrəman prezidenti etmək istəyir. Bugün hökmən. Trump'ın şəxsiyyəti təbii ki, mövzudur bütün mediada, hər yerdə. Amma Amerikanın siyasəti elə aşağı-yuxarı elə belə olub həmişə. Baxın, Panama dövlətinin yaranması, Panama Kolumbiyanın bir parçası idi. Kolumbiya kanalla bağlı dirəşdi, Amerikanın istədiyini eləmədi. Amerika götürdü Panamadakı separatistləri Kolumbiya mərkəzi hökumətinə qarşı dəstəklədi. Beləcə Panama Kolumbiyadan ayrıldı. Texası da belə alındı. Bəli, Kosovo ilə də bağlı indi yeni yazılar çıxır. Mən məsələn açıq deyim ki, mən o vaxt belə şey ağlıma gəlmirdi. Amma indi bəzi iddialara görə
analitik yazılar. Kosovonun Serbiyadan ayrılması o vaxtdan artıq Çinə qarşı düşünülmüş bir. Çünki Çinin layihəsi var. Çin axı indi boğazlardan istifadə eləməli olur. Türkiyənin boğazlarından gəlir Rumıniyanın limanlarına, oradan daşıyır yükləri Avropanın mərkəzinə. Yollardan biri Türkiyənin boğazlarından da pulunu ödəməlidir. İstifadə etməmək üçün Çin artıq Yunanistanla da anlaşıb, Serbiya ilə də anlaşıb. Deməli, Adriatik dənizdən kanal qazmaq istəyir, hələ qazmır. Dunay çayına. Ki o boğazlardan keçməsin. Yenə dirəniş nöqtəsi nədir? O, Kosovonun ərazisindən keçməlidir. Serbiya əslində çox istəyir Çinlə bu məsələdə anlaşsın. Bir dənə Kosovoya görə, Kosovo Çinin əslində mənağında deyil. Belə baxanda heç tanımırdı Kosovonu. Amma sırf iqtisadi geopolitik layihə kimi oradan kanal keçməlidirsə, 100 kilometrəlik bir yerdir o hissəsi. Serbiya onu Kosovoya görə tam anlaşa bilmir. İndi hətta iddia olunur ki, Amerika siyasətini o dərəcədə uzaq görən olub o zamanlar. Hələ Çin Kosovo ayrılanda neçənci il idi? 90-cı illər idi. O vaxt hələ Çin indiki kimi güclü deyil. Amma o iddialar çoxdan var idi deyə Çinin o yol açmaları. Ki onda görürsən ki, məsələn, yenə deyirəm, haqq qazandırmadan söyləyirəm bunu. Yəni mən demirəm ki, bütün bunlar var deyə başqa ölkənin layihəsinə qarşı çıxıram deyə beynəlxalq hüquq pozum kimisə ərazisinə ayırım. Yox. Amma anlamaq üçün, belə necə deyərlər, düşünmək üçün bir qidadır da bunlar hamısı. Rasim, Ekim mənim toxundu. Kosovo, Serbiya, keçmiş Yugoslaviyanın dağılması, təkcə bu yox, İraqda olub, İraqdan əlavə bu Panama. Bunlar həmişə belə gözəl bir konfet kağızına bükülüb bizə təqdim olunub da. Mahiyyət eyni idi, amma onun təqdimat forması gah demokratiya idi, gah sülh idi, gah azadlıq idi. İndi artıq konfet kağızı yoxdur, olduğu kimi göstərirlər ki, bu belədir. Elədir. İndi o dəyənək ki, vaxtı ilə Avropa üçüncü ölkələrə qarşı işlədirdi, o dəyənək indi Avropanın özünü dəyir. Necə hesab edirsiniz? Avropa bu dəyənəkdən yaxşı müdafiə oluna bilirmi indi? Yoxsa necə? Yəni Avropalı liderlərin atdığı addımları, səsləndirdikləri bəyanatları necə dəyərləndirirsiniz? Əslində bu vaxta kimi Avropalılar özləri deyirdilər ki, Avropa Birliyi iqtisadi cəhətdən super bir gücdür dünyada. Çindir, ABŞ-dır və Avropa Birliyidir. Ancaq siyasi cəhətdən demək olar ki, o gücün heç demək olar ki 20% də yoxdur onlarda. Hərbi cəhətdən isə demək olar ki, sıfır. Avropa Birliyinin heç bir hərbi demək olar ki, strukturu yoxdur. Bir hərbi güc kimi çıxış etmək iqtidarında deyildilər. Bütün bu məsələlər NATO-da idi. NATO-nun da demək olar ki, yiyəsi ABŞ idi. Belə olub bu vaxta kimi. İndi Avropa Birliyi qarşısında həm siyasi cəhətdən, həm hərbi cəhətdən bir güc kimi formalaşma məsələsi demək olar ki, gündəlikdədir. Bacaracaqlar, bacarmayacaqlar bu ikinci məsələdir. Ancaq bu aktual bir məsələyə çevrilib. Bir məsələ də var ki, indi onu düşünürüm ki, dostum Erkin düz deyər. İndi bir var ki, hüququn gücü. Bir də var ki, gücün hüququ. Biz müşahidə edirik ki, hüququn gücündən ABŞ gücün hüququna daha da demək olar ki, yaxındır. Nə dərəcədə bu işləyəcək, işləməyəcək, ancaq hər bir halda düşünürəm ki, Azərbaycan düz eləyib bu vaxta kimi öz müstəqilliyini də möhkəmləndirib, hərbi cəhətdən də özünün ortalıqda qalmamaq üçün güc toplayıb. Bunlar hamısı məlum olur ki, uzaq görənlik olub. Bu təkcə Qarabağ məsələsinin həlli ilə yox, gələcəyə də hesablanmış bir qərarlar idi. Və fərz edirəm ki, bundan sonra da gücün varsa, səninlə hesablaşacaqlar. Yox, gücsüzsənsən, taftalayıb sənin maraq, üstündən də keçməsələr, maraqlarının üstündən keçib gedəcəklər. Rizvan müəllim, indi Avropanın Rasim müəllim deyən gücü varmı? Bilirsiniz, Avropanın ayrı-ayrı dövlətlərinin müdafiə sənayesi də var. Amma hərbi cəhətdən o son 80 il belə deyək, faktik pasifizm dövrü yaşadılar. Fransızlar da, Almanlar da bunu NATO çərçivəsində gördülər. Vəsait də ayırırdılar. İndi həmin dövr üçün o yetərli idi də. Bugün onu 5%-ə qaldırırlar, amma bu yenə yetərli deyil. Yəni Avropanın
bir aktor kimi üstünə xətt də çəkmək olmaz. Düzdür, Trumpın gözündə Avropa İttifaqı faktiki Avropalıların sözünə desə, ya düşmən bir qurumdur. Çünki o çox sərt yanaş Avropalılar deyir ki, bizə ideoloji müharibə elan eləyibdir. Fransızlar belə yazdılar və s. Yəni onun həyata keçirmək istədiyi məsələlərdə Avropa İttifaqı bir maneədir. Bu digər beynəlxalq təşkilatlardan da fərqləndirmir. Çünki 66 təşkilatdan çıxdı. Amma Avropa İttifaqı təkcə təşkilat deyil. Ona sui generis o status deyirlər. Orada dövləti əlamətlər də var. Çünki dövlətlər müəyyən o səlahiyyətlərini hətta maliyyə ilə bağlı, vahid onlar valyutaya keçir və s. ötürürlər o üst qurum təşkilatına. Yəni onun belə dağılması, birdən-birə deyək ki, zəif bir mövqedə qalması bunlar da sual doğurur. Çünki kifayət qədər maliyyə imkanları da var. Geosiyasi nüfuzları da var. Yəni bunlar indi Ukrayna ilə müharibədə o lazımi dəstəyi Ukraynaya vermirlər. Bu demək deyil ki, bunlar tam dişsizlər. Bax, bu faktorlar var. Bir də Birləşmiş Ştatlar doğrudan da müəyyən məsələlərdə Avropa ilə o əməkdaşlığa da getməlidir. Mən nələr nəzərdə tuturam? Baxın, o Venezuelada hətta bu şeyin tutulması, sonuncu bir tankerin tutulmasına Danimarkada əməkdaşlıq eləmişdi, Fransızlar da, Böyük Britaniya və yaxud da ki, Avropadakı o Ramstein'dən istifadə eləməklə Afrikadakı o geosiyasi nəzarətini həyata keçirir, Rusiya yönəlik müəyyən siyasətini. Yəni Avropanın bu şəkildə üstündən xətt çəkmək Birləşmiş Ştatların da marağında deyil. Ona görə Konqresdə də müqavimət var, həm nümayəndələr palatasında, həm deyək ki, Senatda. Amma bunlar bu gün üçün, bax bu aylarda hər halda yetərli deyil ki, səs eşidilir Trumpdan, onun administrasiyasından və bilirsiniz nətərdir? İndi Avropa çox böyük dilema qarşısında qalıb. Dilema da ondan ibarətdir ki, bunların səsinlə etibar elədiyi tərəfdar və bunların birgə bölüşdürdüyü dəyərlər bunlar ayaq altındadır və xüsusilə beynəlxalq hüquq nə qədər tapdansaydı, dövlətlərin istinad elədiyi bir dəyərlər var idi də. Bilirsiniz, əgər bunun üstündən xətt çəkilirsə, onu bilirsiniz biz nəyə qayıdırıq? O Kellerin, Ratzelin dövründə ki, geosiyasi məktəb təzə yaranırdı. Sosial darvinizmi, cəngəllik qanunlarını gətirdilər siyasətə. Çünki güclü olan yaşayır, öz ərazisini genişləndirir. Yəni bu gəlib təxminən o vəziyyətə düşür və Avropalılar da bürüyən şok, təşviş bundan qaynaqlanır ki, xüsusilə bu onun müttəfiqinlə, əsas müttəfiqinlə, bunların təhlükəsizlik qarantıyla bunların arasında baş verir və çıxış yolda faktiki görsənmir. Sevil xanım, indi bizdə çox gözəl yazı veriblər arxa ekrana. Avropa və NATO'nun imtahanı. Bu doğrudan da bir imtahandır. Trump 10%li gömrük rüsumu tətbiq eləmək niyyəti qərarını açıqlayıb. Fevralın 1-dən Qrenlandiyanın təhvil verməsələr iyundan 25%. Avropa buna cavab verməlidir. Az əvvəl Rızvan mənim dediyi kimi, Ramstein'la Birləşmiş Ştatların hərbi bazalarının çıxarılması məsələsi var. Avropa ilə Birləşmiş Ştatlar arasında mövcud ticarət razılaşmalarının pozulması var. Ən müxtəlif variantlar müzakirə olunur. Fransanın prezidenti Macron eynəkdə də olsa sərt bəyanatlarla çıxış eləyir. Realda Avropa hansısa bir addım atacaq sizin fikrincə? Əgər belə deyək ki, Trumpa rezistensiya göstərmək üçün, ona qarşı dayanmaq üçün olan addımlardan danışırsınızsa, təbii ki, atacaq. Yəni, bu artıq özünün müdafiə instinktinin nümayişidir. Amma ki, yəni biz o qədər də belə deyək, primitiv baxmalı deyilik ki, Birləşmiş Ştatlar və Avropa Birliyi bir-birlərinin üzvü şəkildə bağlıdırlar və yaxud da ki, onların bir-birlərinə qarşı həqiqətən də tərəfdaş münasibətləri var. Birləşmiş Ştatlar elə özü alınmış torpaqlar üzərində qurulmuş dövlətdir. Yəni, onun elə 200 neçə illik tarixi də bunun üzərində qurulub ki, onlar həmişə bu cür baxıblar. Və öz ərazilərini genişləndirmək Birləşmiş Ştatların strateji hədəfidir və o hədəfdən də belə deyək ki, geriyə çəkilməyəcəklər. Və mən onu düşünmürəm ki, Birləşmiş Ştatların güclü Fransa, güclü Almaniya və yaxud da ki, hansısa bir güclü Avropa dövləti marağındadır. Sadəcə olaraq öz maraqları var. Söylədiyimiz kimi müəyyən müddət pauza verirlər. Millətlər Liqasının yaranması, sonra Birləşmiş Millətlər Təşkilatının yaranması 1-ci, 2-ci Dünya müharibəsindən sonra buna mən pauza deyərdim. Amma Birləşmiş Ştatların ekspansiyası siyasi cəhətdən isə bu hər zaman davam edibdir, bu və ya digər şəkildə. Ona görə də Avropanı zəiflətmək Birləşmiş Ştatların elə marağında olub, NATO'nu gətirib bu səviyyəyə çatdırmaq, bütün maliyyə yükünü öz üzərinə götürmək, texnoloji təminatını öz üzərinə götürmək və belə bir məqamda hansı ki, Avropa həqiqətən də Rusiya ilə belə də qarşı-qarşıya dayanıb və təhdid içərisində və indi geriyə çəkilmək və NATO'nun lazımsız bir təşkilat olduğunu hətta bildirmək. Guterresin çox maraqlı bir müsahibəsi var idi Avropa Birliyinin dərgisinə
və o orada özünün anlaşmadığını hazırki prosesləri bildirir və söyləyir ki, BMT artıq anlayır ki, yəni Birləşmiş Millətlər Təşkilatı anlayır ki, beynəlxalq hüquq böhran içindədir. Yəni bunu BMT-nin baş katibi bildirir. Və artıq bilirsinizmi, o bundan əvvəl göstərmək istədikləri dünya və yaxud da ki, göstərmək istədikləri dəyərlərin iç yüzünü açıb çox açıq şəkildə də oynayırlar. Ona görə də Avropa Birliyi artıq belə deyək, dilemma qarşısında qalıb, iyun ayında tariflər, yəni bundan əvvəl də zaten tarif siyasəti ilə bağlı onların təlaşları var idi. Amma bu bütünlükdə, yəni bunu indidən proqnozlaşdırmaq olar ki, Avropanın iqtisadi arxitekturasını çox böyük təsir göstərəcəkdir mənfi mənada. Eyni zamanda hərbi arxitekturasına çox mənfi təsir göstərəcəkdir və Birləşmiş Ştatlar bunu dəfələrlə qeyd edib ki, dünyanın heç bir ölkəsində onlarda olan belə deyək, hərbi arsenal yoxdur. Yəni sırf hərbi texnika baxımından. Yəni bunu deyirsə və təhdid yaradırsa Avropa Birliyinə, təbii ki, mövqeyini də möhkəm saxlayıbdır və yəni Erkin müəllim çox yaxşı dedi ki, biz heç kimə bəraət qazandırmırıq, haqq qazandırmırıq və söyləmirik ki, hansısa tərəf haqlıdır və yaxud haqsızdır, amma reallıq bundan ibarətdir ki, Birləşmiş Ştatlar öz mövqeyində kifayət qədər iddialıdır. Bugün Zomə əlavəz var. İqtisadi Amerikaya qarşı Avropa İttifaqının göstərdiyi o müqavimətlə bağlı iki misalı qeyd edeyim. Deməli, uzun illər bunlar 20 ildən çox idi. Mercosur dövlətlərinə ticarət anlaşmasına getmək istəyirdilər. Latin Amerika ölkələri. Bəli, Latin Amerikası. Braziliyadır, Argentina, Paragvay, Uruqvay. Xüsusilə fransızların müqaviməti var idi. Ucuz kənd təsərrüfatı məhsulları gəlirdi İspanların. Deməli, bax bu hadisələr fonunda, xüsusilə bu tariflə bağlı hadisələr fonunda razılaşdılar və burada da maraqlı odur ki, Mercosurun o ticarət sazişini yalnız Avropa Parlamenti ratifikasiya etsə kifayət, yəni üz dövlətlərə getmir. Çünki bu səlahiyyətə görə Avropa İttifaqı parlamentinin səlahiyyətində olan bir məsələdir. Bu da Birləşmiş Ştatlara qarşı o bir güc göstəricisidir. Çünki orada da artıq bir neçə 100 milyardın üzərində ticarət dövrəsi. Bir bu məsələ. İkincisi, Birləşmiş Ştatlar o istehsal elədiyi hətta high-tech məhsullar və s. alıcılıq qabiliyyəti olan ilk bazarlardan biri Avropa İttifaqıdır. Yəni o məhsullar təkcə Latin Amerikasına sata bilməz axı. Bunu Avropa alırdı bütün sahələrdə və bu gün də onu satmalıdır. İndi bunlar o müqaviməti bu sahədə göstərməsi nə dərəcədə effektiv olacaq, amma hər halda öz təsirini göstərəcək. Bir də Avropa Parlamenti, hansı ki o bədnam Avropa Parlamenti bir başqa da bir deməli güc göstərdi. Avropa İttifaqının Birləşmiş Ştatlarla ticarət anlaşması. Onu ki von der Leyen ötən il razılaşdırmışdı. Orada tariflərlə bağlı və s. Sıfır tariflərdir orada. Sıfır. O ratifikasiya eləməkdən çəkindi. Yəni bunu saxlayıblar. Bax belə hələ ki iqtisadi bir, necə deyirlər, güc var, iqtisadi müqavimət var. Siyasi cəhətdən onu hüquqa bağlayırlar və bunlar bunu NATO'nun iflası kimi bildirirlər. Bu, yəni ekspertlərin sözüdür. Bunu Danimarkanın baş naziri də bildirdi ki, bu artıq NATO'nun dağılmasıdır, çat verməsidir. Hərbi sahədə isə söhbət simvolik addımlardan gedir. Bunu nə Avropa arzu eləmir, nə o gücü yoxdur. Çünki o əskərlər də göndərilən sadəcə olaraq göstərmək istəyirdik. Biz Danimarkanın Qrenlandiyanın yanındayıq. Hər kəsə məlumdur ki, heç kim öz müttəfiqinə nə savaşmaq istəmir, nə də bunun gücü yoxdur. Yəni, bunu biraz ayrı cür demişlər də. Trump deyir ki, orada Çinin, Rusiyanın təcavüzü ola bilər. Biz Qrenlandiyanın müdafiəsini möhkəmləndirmək üçün ora öz əskərlərimizi göndərir. Bir nəfər Böyük Britaniya göndərdi, 15 nəfər Almanlar. O əslində ABŞ-ın elə bil ki, qarşısını almaq üçün Trump da onu elə də qəbul etdi. Ancaq ayrı məsələ də var. Təxminən Avropa Komissiyası hesablayıb ki, Trump doğrudan da 10%lıq tarifləri tətbiq etdiyi halda Avropa Birliyi də hesablayıblar ki, bunlar da 93 milyard avroluq ABŞ-a qarşı cürbəcür demək olar ki, tariflər tətbiq etməyə hazırlaşırlar. Və birinci növbədə həmin o high-tech, yəni Google-dur, Amazon-dur, Facebook-dur, X, bəli. Bunlar hamısı işləyir Avropada və onların da gəlirləri var. Qanunlara çox vaxt əməl eləmədən. Bəli, istəyirlər onlara da bir məhdudiyyətlər yaratmaq. Bəli. Bugün Hökməm. Bu Latin Amerika ölkələri ilə ki, anlaşma burada Rızvan bəy söylədi. Birini deyib o birindən keçmək kimi olmasın. Bir neçə həftə bundan əvvəl İrlandiyada fermerlər etiraza çıxmışdılar ki, bəs bizim yerli mal qalır. Latin Amerikadan ucuz meyvə tərəvəz gətirən təsərrüfat məhsulları və İrlandiya fermerləri hətta hökumətdən şeydən çıxmağı tələb edirdilər. Brexitdən sonra deyir İrlandiyada çıxa bilər. Bu hələ düzdür, siyasi iradə yoxdur bundan bağlı. Amma artıq əhali tərəfindən fermerlər belə bir iddialar da irəli sürür ki, buna qədər gedə bilərik. Çünki milli hökumətlərin və milli iqtisadiyyatların marağını nəzərə almadan bağlanmış bir saziş idi o.
Bunu demək istəyirdim sadəcə olaraq. Bir də bir düzəlişim var öz gözlərimə bağlı. Mən bir yanlışa yol verdim, tələsdim deyə. Çin o kanalı Adriatik dənizindən yox, Ege dənizindən qazmağa çalışır. Adriatik dənizindən bir limanı var İtaliya tərəfdə. Oradan yüklərini daşıyır. Amma o Yunanistan, Serbiya və ora o Ege dənizindən çəkiləsi bir kanal idi. Layihə kimi qalıb hələ bir iş görülmür. Maraqlı odur ki, Çin o kəmər yol təşəbbüsünə 1,4 trilyon dollar vəsait qoyub. Orada yüzlərlə layihəni reallaşdırır və getdikcə artırır da. İndi biz deyirik ki, hansısa bir məqamda Zəngəzur dəhlizdə onun vacib segmentidir. Biz indi orta dəhlizin deməli onun segmenti kimi təqdim edirik. Bir də deməli o Malakka boğazı, hansı ki Çinin ticarətinin 30%, o cümlədən enerji təchizatına bağlı orada dövr eləyir və Orada da kanal qazmaq istəyir. Bəli, və Birləşmiş Ştatların deməli dəniz qüvvələri gücləndirilmiş şəkildə onun yaxınlığında deyir ki, sabah bir problem yaransa, Birləşmiş Ştatlar qısa bir müddətə onu blokadiya ala bilər və Çin üçün təhlükəsizlik, ciddi təhlükəsizlik təhdidləri yarana bilər. Bax bu kontekstdə yenə mən gəlmək istəyirəm o qütb yolu və yaxud da ki, şimal ipək yolu məsələsində bu ciddi bir məsələdir. Düzdür, buzun əriməyi hələ dərhal demir ki, o yol kimi istifadə olunacaq. Amma perspektivdə bu var və ciddi, bilirsiniz nətər, geosiyasi üstünlüklər qazandıra bilər. Yəni dövlətlər də, aparıcı dövlətlər nə vaxt söz sahibi olurlar? Ya iqtisadi resurslara, enerji resurslarına belə deyək də nəzarət edir, ya da yollara. Yollar burada çox həlledicidir. Seyxan, gəlin bir anlıq təsəvvür eləyək də, əslində bir ya da 5 il bundan əvvəl bunu təsəvvür eləmək mümkün deyildi, amma gəlin təsəvvür eləyək. Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında, Avropa arasında ticarət müharibəsi başlayır. Bunlar bir-birlərinə qarşı sanksiyalar tətbiq eləyirlər. NATO iflic vəziyyətə düşür, təbii ki, belə olan bir halda və onda dünyada nə baş verəcək? Onda belə çıxır ki, Avropa İttifaqı Çinlə yaxınlaşmağa başlayacaq. Yeri gəlmişkən Çindən buna cəhdlər var və Avropa İttifaqından da bu istiqamətdə addımlar var. Yəni, dünya siyasəti bax belə birdən-birə dönə bilərmi? Yox, Avropa Birliyi və Çin arasında hansısa bir ittifaqın yaradılması, bilmirəm, bu yəni coğrafi baxımdan ən azı belə deyək ki, mümkün deyil. Eyni zamanda Rusiya və Çin faktoru da var ki, Rusiya Çinlə əslində tərəfdaş ölkədir və Çin daha çox belə deyək öz regionuna sahiblik etmək istəyir, Avropaya yox. Yəni bu düzdür, siz teoretik baxımdan düşünürsünüz ki, bu necə mümkün olacaqdır. Amma bugün əslində o söylədiyimiz kimi Trumpın güc mərkəzlərinin dəyişməsi, yəni Birləşmiş Ştatların belə deyək, müəyyən bir strategiyası ortalıqdadır və əslində Qahirədə keçirilmiş Qəzza ilə bağlı o sülh müşavirəsi bunun ən bariz nümunəsidir, söyləyə bilərik. Və indi də eyni şəkildə Qəzza ilə bağlı sülh şurası yaradılıbdır və bu şurada da Trump kimləri görmək istəyir, onun artıq yəni konturlarını da göstəribdir. Yəni bu o deməkdir ki, gələcəkdə dünyada gedən təhlükəsizlik proseslərinə kimlər iştirak edəcəkdir və kimlərin rolu olacaqdır. Birləşmiş Ştatlara artıq bu aydındır və artıq belə deyək, sülh şurası üçün, Qəzza ilə yox, yəni digər sülh şurası üçün o Türkiyə və Misirə dəvətnamə göndərdiyini ifadə eləyibdir. Amma Qəzza ilə bağlı məsələdə isə Rusiyanın da rolunu görür və Putini dəvət eləyir bu şuraya. Yəni bu deməkdir ki, Birləşmiş Ştatlar hətta Avropa dövlətləri iştirak etməsə belə özünün harada bloklar yaratması və yaxud birliklər yaratması ilə bağlı aydın bir təsəvvürü var və gələcəkdə, yəni zaten əvvəldən də onlar bir jandarmeriya rolunu oynamaq üçün dünyada ciddi cəhdlər göstərirdilər və bunu artıq açıq şəkildə həm hərbi cəhətdən hazır olduqlarını, həm tərəfdaş baxımından hazır olduqlarını, həm iqtisadi baxımdan hazır olduqlarını da yəni açıq şəkildə bəyan edirlər. O ki qaldı Çin faktoruna. Bəli, Çin güclənən iqtisadiyyatdır. Belə deyək ki, bugün dünyanın iqtisadi xəritəsinin aparıcı qüvvəsidir. Amma Birləşmiş Ştatların özünün də Çinə qarşı istifadə etmək üçün kifayət qədər belə deyək, resursları var. Rasmən, 5-in əvvəlində dediniz ki, yeni dünya düzəni formalaşır. Trump silkələyir ki, dünya silkələnsin və sonra yeni dünya düzəni formalaşacaq. Mənim yadıma səhv etmirəmsə, The Economist nəşrinin bir şəkli düşdü. Bəlkə də The Economist deyil, amma dünya aparıcı nəşrlərindən biri idi. Məşhur şəkil var, Yalta konfransında sadəcə olaraq bu dəfə Stalinin əvəzinə Putin oturub, Rooseveltin əvəzinə Trump oturub
Churchillin əvəzinə Böyük Britaniyanın nümayəndəsi oturmayıb, Xi Jinping oturub. Və bu şəkillə Avropa dərgisi birbaşa olaraq deyir ki, bu üç dövlət hazırda dünyanı bölür. Razısınızmı bu oyunla? İndi açığı deyim ki, Rusiyanın yerin, Stalinin yerin Putin tutası adam mənə görsənmir. Azı onun iqtisadi gücünə görə, indi nüfuzu genişlənmir, məhdudlaşır. İndi gedib özü Çinə sığınır. Çinin Avropa ilə birləşməyini də mən gözləmirəm. Bunun ölkəsində Avropanın nüfuz dairəsi Afrikadır. Onu isə orada demək olar ki, Çin demək olar ki, sıxışdırır Afrikada. Və onların rəqabəti orada ələm güclənəcək. Ancaq hər bir halda biz əvvəlki dünyanı düşünürəm ki, dəyişilməsinin ərəfəsindəyik. Necə olur? O şura deyirsiniz, sülh şurası. Ondan qabaq Biden da gedib demokratiyanın yığıncağını keçirib. Hani? Heç yada salan var və düşünürəm ki, Trump gedəndən sonra o sülh şura da heç yada düşməyəcək. Hələlik işlək strukturlar yoxdur, təəssüf olsun. Və indi ona görə BMT baxmayaraq ki, hər tərəfdən söyürlər, indi maliyyəsini kəsirlər, tənqid edirlər. Ancaq hələlik yeganə qərar qəbul edən yox. Ancaq dialoqun aparması üçün, dünyanın mövqeyini müəyyənləşdirmək üçün demək olar platforma, ən geniş platforma BMT qalır. Mənə elə gəlir. Ancaq dəyişikliklər qaçılmazdır. BMT ilə bağlı maraqlı çox üzr istəyirəm. Buyurun. BMT-nin islahatı haqqında, islahatlar haqqında çoxdan danışılır. Və deyilənlərin çoxu da doğrudur. Bununla belə BMT nizamnaməsinin dəyişməyin nə dərəcədə çətin olduğunu göstərmək üçün iki şeyə mən sizə diqqətinizi cəlb etmək istəyirəm. SSR çoxdan dağılıb, eləmi? Amma Rusiyanın adı yoxdur BMT nizamnaməsində. Orada hələ də SSR yazılıb. Və Rusiya hələ də SSR-nin yerini tutur orada. Rusiya Federasiyası yoxdur. Eləcə də Çin Xalq Respublikası yoxdur. Çin Respublikası vardı, o Chiang Kai-shek'in sonra sıxışdılar, getdilər, Tayvanda oturdular. Sonra Nixon o vaxtı Çin Xalq Respublikasının açılıma gedəndə onlara BMT Təhlükəsizlik Şurasında faktiki olaraq dondurulmuşlar, onları işləyə bilmirlər, qaytardılar orada. Yəni ki, bir dənə ad dəyişmək. Ölkə yoxdur artıq SSR-i. Amma bir ad dəyişmək belə mümkün olmur. SSR adlı ölkə yoxdur, amma nizamnamada o ad qalır. Hələ heç bu islahat anlamına da gəlmir. Sadəcə olaraq redaksiyadır da, redaksiya tarixə uyğunlaşdırmaq. Onu belə eləmək o dərəcədə çətindir ki. Lövhədə Rusiya yazılır. Yazılır, amma nizamnamada SSR gedir. Nizamnamada SSR gedir. Və bir dənə bu örnək onu göstərir ki, BMT nizamnamasını dəyişmək nə dərəcədə çətindir və bəlkə də hətta ümumiyyətlə əl atılası bir addım deyil. Ona görə Trump olmasın, başqası olsun, yəni özəlliklə Trumpın Amerikanın güclü dövlətdir. Onun hardasa bax belə iddialarını həm də bax bu prosedur çətinliklər qızışdırır. Çünki deyir ki, BMT üzvlük haqqı, bizim ərazimizə yerləşmişsiniz, bizim əleyhimizə qərarlar verirsiniz, bizim nəminə falan kimi deməsə də BMT binasına gələndə işləməyən eskalator gördük. İslah etmək də olmur sizi. Ona görə dedik ki, bəs biz BMT-yə BMT-ni əslində qeyri-effektiv eləyən digər bir məqamda onun Təhlükəsizlik Şurası 5 nəfərdir və bu 5 nəfər 5 ölkədir və bu 5 ölkənin arasında da çox ciddi rəqabət var. Və bu ölkələrin özlərinin də geosiyasi maraqları kifayət qədər güclüdür və irəliyə qoyulan bütün məsələlərdə onlar veto hüququndan istifadə edirlər və qoymurlar ki, irəliyə aparsınlar. Yəni bunu Guterres də deyir ki, yəni biz Ukrayna və Rusiya məsələsini qaldıranda Rusiya veto qoyur, Venezuela məsələsini qaldırsaq Birləşmiş Ştatlar veto qoyacaqdır və s. Yəni Fransa digər məsələlərlə bağlı veto. Yəni buna görə də orada obyektiv qərar qəbul etmək bu qeyri-mümkündür. Və bu da çox belə deyək ki, açıq və təkzib olunmaz bir faktor. Biz anladıq ki, köhnə dünya düzəni artıq tarixə qovuşur. Yəni hətta bu Qrenlandiya məsələsi necə bitəcəyindən asılı olmayaraq görünür ki, bitəcək də bu köhnə dünya düzəni dağılır. Birləşmiş Millətlər Təşkilatı da o cümlədən gücsüz bir quruma çevrilib. Bəlkə də Guterres axırıncı baş katib oldu, kim bilir. Amma növbəti nə olacaq? Yəni Trumpın yaratdığı bu Ümumdünya Sülh Şurası 1 milyard dollar üzvlük haqqı ilə budurmu yeni dünya düzəninin? Murat müəllim, hamı deyir və haqlı olaraq deyir ki, Yalta o düzəni, dünya düzəni bu çöküşdədir.
Amma yenisinin necə olacağına bağlı konkret bir aydınlıq yoxdur. Bəli, bir regional qütbləşmə gedir, bəlkə də regionlaşma gedir. Bu göz qabağındadır. Deyək ki, Avropa artıq özü öz çətiri altında, Türkiyə öz, Türk dünyası dövlətlərinə, bunlar hələ ki rüşeym halında olan, dünya düzəninə aparan yolda proseslərdir. Amma bugün mövcud olan BMT nə qədər zəif də olsa, nə bilim, nə qədər sağdan soldan ona zərbə endirilsə də bir platforma idi. Müəyyən məqamlarda da özünü doğruldurdu və yenisi yaranmadan bunun çöküşü, bilirsiniz, bu doğrudan faciəvi bir məsələlərə yol aça bilər. Çünki mən nəyi nəzərdə tuturam? Baxın, Ukrayna-Rusiya cəbhəsindən 2022-nin fevralından başlanan proseslər axırda NATO-nun çatına gətirib çıxarır. Yəni, proses hardan başlayırdı? Bugün nələrə yol açdı? Və nə Rusiyanın, nə Birləşmiş Ştatların, nə Avropanın bir vahid, necə deyərlər, razılaşacağı bir sülh düzəni, sülh ortamı yoxdur. Bu da yenə hansısa dəyərlərə əsaslanmalıdır. O dəyərlər ki, artıq hamı tərəfdən inflyasiya olunacaq dərəcədə o qədər istifadə olunub ki, bugün ona istinadən özü bəzən gülməli görsənir də. Hər iki tərəf ərazi bütövlüyünə, suverenliyə əsaslanır və hər iki tərəfdə hərbi vasitələrdən istifadə edərək elə məhz onu baltalayır. Rasim, son 2 dəqiqəmizi verəcəyim sonuncu sualdır sizə, amma biraz fəlsəfi olacaq. Dünya tarixi belə gəlir də, müharibələr, dünya silkələnir, sonra hamı yığışır bir yerə, yox, belə müharibəyə bir də yol vermək olmaz, razılaşırlar. Sonra yenə müharibə, turbulentlik dövrü, sonra yenə hamı toplaşır. Sizə elə gəlmir ki, biz indi yenidən 3-cü müharibənin bir ərəfəsindəyik sanki. Hər halda dünyanın turbulentliyi bunu aparır. Əslində deyirlər ki, 3-cü Dünya müharibəsi keçib 90-cı illərdə və tamamlanıb böyük müharibə olmadan. İnanmaq istəyərdim ki, o keçid böyük qana, yəni yol vermədən mümkün olsun. Hər bir halda, bəli, gərginlik artır. Biz müşahidə edirik ki, silahlanma və əvvəlki kimi hansısa bir dialoq vasitəsilə onların qarşısını almaq mümkün olmur. Ancaq hər bir halda düşünmürəm ki, bu doğrudan da hamı ilə müharibə səviyyəsinə gəlib çıxsın. Onlar ki, çox təhlükəlidir. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm və sonuncu anda Rasim mənim söyləyəndə mən bir anlıq beynimdən keçdi ki, nə yaxşı ki, Azərbaycan 2023-cü ildə özünün ən ağırlı və ən böyük problemini həll edib. Çünki indiki dövrə bu qalsaydı, hələ bunun necə inkişaf edəcəyini demək çox çətin olardı. Əziz tamaşaçılar, siz diqqət mərkəzinə baxırdınız. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.